Salam hər kəsə. Feilin təsriflənməyən formaları, yəni feilin şəxs və kəmiyyətə görə dəyişməyən 3 forması var. Məstər, feili sifət, feili bağlama. Başqa bir nüansı isə onların ikili nitq hissəsi olaraq xüsusiyyət daşımasıdır. Məsələn, məstər həm ismin, həm feilin xüsusiyyətini, feili sifət həm sifətin, həm feilin xüsusiyyətini, feili bağlama həm feilin, həm də zərfin xüsusiyyətini daşımağa görə fərqlənirlər. Bugün baxacağımız feili bağlamadır ki, biz indi onlara nəzər yetirəcəyik. Həm feilin, həm də zərfin xüsusiyyətini daşıyan sözlərə feili bağlama deyilir. Feili bağlamanın feilə aid olan xüsusiyyətləri nələrdir? Leksik məna dəyişmir, yəni hərəkət bildirmə xüsusiyyətini daşıyır. Təsdiq və inkarda olur. Baxın, təsdiq və inkarda olur. Baxdıqca, baxmadıqca. Ətrafına özündən əvvəl müxtəlif sözlər toplaya bilər. Məsələn, getdikdə səhər, tezdən işə getdikdə. Feili bağlamanın zərfə aid olan xüsusiyyəti görək nələrdir? 1. Özündən sonra gələn başqa bir feilə aid olur. Gələndə gördü. Gələndə gördü. 2. Hərəkətin tərzini, zamanı, səbəbini və s. bildirir. Titrəyə-titrəyə danışırdı. Nə tərzdə danışırdı? Titrəyə-titrəyə. Böyüyəndə bilərsən. Nə zaman bilərsən? Böyüyəndə. Utanıb başını aşağı saldı. Nə səbəbə başını aşağı saldı? Utanıb. Utandığından başını aşağı saldı. 3. Zərfin və zərfliyin bəzi suallarına, necə, nə cür, nə tərzdə, nə zaman, nə səbəbə, niyə suallarına cavab ola bilir. Fikirləşmədən necə cavab verdi? Fikirləşmədən. Qorxub çəkildi. Niyə çəkilib? Qorxub çəkilib. 4. Həm təklikdə, həm də əlaqəyə girdiyi sözlərlə birlikdə cümlənin zərfliyi olur. Baxın, sintaksik baxımdan da zərflik funksiyasını yerinə yetirmiş olur. Feili bağlamanın feilə aid olan xüsusiyyəti onun şəkilçilərini tanınmasıdır. Yəni, məsləhət görərdim ki, bu şəkilçiləri əzbər öyrənmiş olasınız. 1. Ib üssü 4 cür şəkilçi. Gülümsəyib üzümə baxdı. İtdən qorxub qaçdı. Baxın. 2. Araq, ərək. Bu şəkilçi, ib üssü 4 şəkilçi qrammatik sinonimdir. Yəni, bir-birini əvəz eləyə bilər. Bütün xüsusiyyətlərə görə onunla eynidir. A-ə şəkilçisi, A-ə təkrar şəkilçisi. Təkrar olunan feilləri artırılır və hərəkətin tərzini bildirir. O otağa gülə-gülə daxil oldu. Necə, nə tərzdə daxil oldu? Gülə-gülə daxil oldu. Madan, mədən, mamış, məmiş. Bu şəkilçi ilə düzələn feili bağlamar hərəkətin bəzən zamanını, bəzən tərzini, bəzən də şərtini bildirir. Qış gəlmədən hazırlığımı görmüşəm. Nə zaman? Qış gəlmədən. Suala fikirləşmədən cavab verdi. Necə cavab verdi? Fikirləşmədən. Nə tərzdə cavab verdi? Fikirləşmədən. Aşağıdakı onu görmədən getməyəcəyəm. Şərtdir. Şərt. Niyə getməyəcəm? Nə şərtlə getməyəcəm? Görmədən getməyəcəyəm. Aşağıdakı şəkilçilərlə düzələn feili bağlamar daha çox hərəkətin zamanını bildirir. Məsələn, baxaq, zamanını bildirir. Anda, əndə şəkilçisi. Qaçanda yıxıldı. Dıqda, 4 cür. Artdıqda, sərdikdə, yorduqda, söndükdə və s. Arkən, ərkən, dolan, dolanarkən, gözləyərkən, ınca üssü 4 cür, çatınca, görüncə, bilincə, dıqca üssü 4, baxdıqca, gördükcə, ar, ər, maz, məz bu şəkilçi təkrar, baxın, təkrar olan feillərə artırılır. Çörək bişər, bişməz, tələsik, 1-2, tikə, 7. Burada tərz olaraq bildirilməlidir. Ona görə də bu şəkilçilər həm feilə aid olan xüsusiyyətini daşıyır, həm də zərfə aid olan xüsusiyyətini daşımış olur.